Almaniyada avtomobil istehsalı sahəsindəki böhranın ardınca daha bir istiqamətdə problem yaşanır. Ölkənin kimya sənayesi ciddi iqtisadi təzyiqlə üzləşib. Bir sıra zavodlar isə bağlana bilər. Səbəbləri hazırda Berlindən bizimlə birbaşa bağlantılı olan xüsusi müxbirimiz Günay Məmmədovdan öyrənəcəyik. Günay, hər vaxtınız xeyir, söz sizdə. Almaniyanın iqtisadiyyatında aparıcı sahələrdən biri olan kimya sənayesi hazırda ciddi çətinliklə üzləşib deyə bilərəm. Alman Kimyəvi Sənayesi İttifaqı və aparıcı analitiklər xəbərdarlıq eləyirlər ki, vəziyyət son 10 illiklərin ən ağır mərhələsinə daxil olub. 2025-ci ilin ikinci rübündə Almaniyada kimya farmasevtika sənayesinin istehsal gücü yalnız 71,7% səviyyəsində olub. Bu, 1991-ci ildən bəri ən aşağı göstəricidir. Sənayenin əsas segmentində qeyri-üzvi, deməli, kimyəvi maddələrdə, polimerlərdə və neft kimyasında istehsal təxminən 5-6% azalıb. Alman Kimya Sənayesi İttifaqının məlumatına görə isə bu ilin ilk yarısında kimya və farmasevtika sənayesinin ümumi istehsalı 3% azalıb. Yalnız kimya sektoru üzrə azalma daha da dərinləşib. Satışlar və ixraca gəlincə, deməli, ilin birinci yarısında kimya və farmasevtika məhsullarının ümumi satış həcmi təxminən 107 milyard avro olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. İxrac azalır, daxili bazarda isə istehlakın zəifləməsi müşahidə olunur. Bu, Almaniyanın kimya məhsulları üzrə rəqabət qabiliyyətinin zəiflədiyini göstərir. Böhranın əsas səbəblərinə gəlincə isə ekspertlər bir neçə əsas amil vurğulayır. Deməli, yüksək enerji və xammal xərcləri Almaniya hələ də digər ölkələrlə müqayisədə bahalı istehsal regionu olaraq qalır. Bundan sonra zəif daxili tələbat gəlir. Deməli, avtomobil tikinti və maşın qayırma kimi sahələrdə tələbin azalması kimya istehsalına da təsir eləyir. Və təbii ki, bürokratiya, tənzimləmə yükü bir çox şirkətlər investisiyaların Almaniyadan kənara yönəltməyə məcbur olur. Alman Kimyəvi, deməli, Sənayesi İttifaqının son hesabatına əsasən Almaniyanın kimya sənayesində yaxın illərdə bərpa gözlənilmir. Ekspertlər isə hesab edirlər ki, real artım yalnız 2026-cı ildən sonra mümkündür. Əgər vəziyyət bu templə davam edərsə, sənaye müəssisələrinin bağlanması, iş yerlərinin ixtisarı və Almaniyanın sənayesinin gücünün zəifləməsi təhlükəsi artır. Beləliklə, Almaniyanın kimya sənayesi hazırda enerji qiymətləri, tənzimləmə yükü və zəif tələbatın təzyiqi altındadır. Və bu vəziyyət yalnız iqtisadi deyil, həm də sosial nəticələr doğura bilər. Hökumətin enerji səmərəliliyi, investisiya stimulları və sənayeni dəstəkləmək istiqamətində atacağı addımlar isə yaxın aylarda həll edici olacaq. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Çox sağ olun Günay, ətraflı məlumatları şərh etdiyiniz üçün təşəkkürlər.